Hər vaxtınız xeyir olsun əziz izləyicilər, hər birinizi salamlayıram. Bizim bugünkü test izahımız DimTest vəsaitindən mürəkkəb cümlənin növləri tabesiz mürəkkəb cümlə haqqında olacaqdır. Birinci sual. Tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bağlayan vasitələr kimi verilə bilməz. Tabesiz mürəkkəb cümlənin tərkib hissələri ya intonasiya, ya da tabesizlik bağlayıcıları vasitəsilə bağlanır. Burada cavabımız C variantıdır. Çünki C variantında verilən bağlayıcılar tabellik bağlayıcılardır. Tabellik bağlayıcıları tabel mürəkkəb cümlədə işlənir. İkinci sual. Direktor danışır, müəllimlər və valideynlər diqqətlə qulaq asırdılar. Tabesiz mürəkkəb cümləsinin tərkib hissələri arasında hadisələr eyni zamanda baş verir. Eyni zamanda danışır, eyni zamanda qulaq asırdılar. Cavabımız olmalıdır D variantı. Üçüncü sual. Kasıblıq eyib deyil, amma nadanlıq eyibdir. Demək burada amma bağlayıcısından istifadə olunur. Dördüncü sual. Mən onunla çox söhbət etdim, ancaq o məni başa düşmək istəmədi. Cavabımız D variantıdır. Beşinci sual. Ulduzlar görünmürdü, havanı bulut almışdı. Burada demək biri digərini aydınlaşdırır. Baxın, biri digərini aydınlaşdırdıqda arada qoşa nöqtə, nöqtəli vergüldən istifadə oluna bilir. Cavabımız olur B variantı. Altıncı sual. Bağlayıcısız tabesiz mürəkkəb cümləni müəyyən edin. Solmazın cavabı hamının xoşuna gəldi. Nə etdi? Hamının xoşuna gəldi. Nə Solmazın cavabı? Müəllim onu çox təriflədi. Nə etdi? Təriflədi. Kim müəllim? Demək, vergülə qədər bir cümlədir, vergüldən sonra da bir cümlədir və cümlələr bir-birindən asılı deyil. Demək, bu tabesiz mürəkkəb cümlədir və bağlayıcıdan da istifadə olunmayıb. Ona görə cavabımız A variantı olur. O 5 atlarını əlimizdən aldı. Aldı kim o? Patronu lüləyə qoydu. Qoydu kim o? Aldı, qoydu. 2 xəbərimiz həmcinsdir. O mübtədasından bağlıdır. Yəni və-yə qədər olan hissə mürəkkəb deyil, bir cümlədir. Elə bu zaman tüfəng açıldı. Açıldı. Nə tüfəng? Və-dən sonra da bir cümlə var. B variantındakı cümlə tabesiz mürəkkəb cümlədir, amma və bağlayıcısından istifadə olunubdur. O başını qaldıranda hamının narahat baxışlarını hiss etdi. Bu sadə cümlədir, çünki bir qrammatik əsası var. Nə etdi? Hiss etdi. Kim o? Nə Şamxal atasının üzünə ağ olmuş, nə etmiş atasının üzünə ağ olmuş. Kim Şamxal? Nə də atası ona güldən ağır söz demişdi. Demişdi, kim atası? Demək, iki tərkib hissədən ibarətdir. Mürəkkəb cümlədir. Aralarında nə də bağlayıcısından istifadə olunubdur. Hər tərəfdə bir dəyişiklik duyulurdu. Duyulurdu. Nə dəyişiklik? Elə buna görə də mənzərə onu çox fərəhləndirirdi. Fərəhləndirirdi nə mənzərə? Burada da buna görə də bağlayıcısından istifadə olunub. Cavabımız A variantıdır. 7-ci sual. Tərkib hissələri bağlayıcı ilə bağlanan tabesiz mürəkkəb cümləni müəyyən edin. Nə hava qızır, qızır, nə hava, nə də dağların qarı əriyirdi, əriyirdi, nə dağların qarı. Vergülə qədər bir cümlə, vergüldən sonra bir cümlə, bir-birindən asılılıq yoxdur, tabesiz mürəkkəb cümlədir. Aralarında da nə də inkarlıq bağlayıcısından istifadə olunubdur. Küçələr geniş və işıqlı, evlər hündür və yaraşıqlı idi. Baxın, burada idi ixtisar olunub. Geniş idi, işıqlı idi, hündür idi, yaraşıqlı idi. Geniş idi, işıqlı idi. Küçələr, hündür idi, yaraşıqlı idi, evlər. Demək, bu cümlə mürəkkəb cümlədir. Tabesiz mürəkkəb cümlədir. Tərkibində bağlayıcıdan istifadə olunubdur. Amma buradakı və bağlayıcısı demək, cümlələri bağlamır. Cümlə üzvləri arasında işlənibdir. Cümlə üzvlərini bir-birinə bağlayır. Demək, bağlayıcısız tabesiz mürəkkəb cümlədir. İşıq azalıb artır, amma sönmürdü. Azalıb artır, sönmürdü, nə işıq? Amma bağlayıcısından istifadə olunubdur, amma sadə cümlədir. Tabesizlik bağlayıcıları sadə cümlənin tərkibində də işlənə bilir. Qar yağanda sanki həm insanlar, həm də torpaq sevinir. Sevinir, kim insanlar, nə torpaq. D variantındakı cümlə sadə cümlədir. İnsanlar və torpaq sözü həmçinin sözlərdir. Sənibər təzəcə yuxudan oyanmışdı ki, baxın, burada ki, tabellik bağlayıcısıdır. Tabellik bağlayıcısı olan cümlə tabeli mürəkkəb cümlədir. 8-ci suala baxaq. Tərkib hissələri bağlayıcı ilə bağlanan tabesiz mürəkkəb cümləni müəyyən edin. Bağlayıcı ilə bağlanan.
Nə doğma kəndi, nə də qohumları unuda bilirdi. Unuda bilirdi kim o, nəyi, kəndi, daha doğrusu haranı kəndi, kimi qohumları. Demək, burada nə də bağlayıcısından istifadə olunubdur. Amma cümlə sadə cümlədir, mürəkkəb cümlə deyil. Söhbət şirin və səmimi, süfrə sadə və səlqəli idi. Burada yenə idi ixtisar olunubdur. Şirin idi, səmimi idi, sadə idi, səlqəli idi. Demək, şirin idi, səmimi idi, nə söhbət? Sadə idi, səlqəli idi, nə süfrə? Tabesiz mürəkkəb cümlədir. Bağlayıcıdan istifadə olunub, amma bayaqki kimi burada bağlayıcı cümlələri yox, cümlə üzvlərini bir-birinə bağlayıb. Ona görə beni götürülmür. Əşrəf hiss etdi ki, tabellik bağlayıcısı var. Demək, tabeli mürəkkəb cümlədir. Gah iri damcılar asfaltı naxışlayır. Nə edir? Naxışlayır. Nə? Damcılar. Gah da duman ətrafı bürüyürdü. Bürüyürdü. Nə? Duman. İki tərkib hissədən ibarətdir. Tabesiz mürəkkəb cümlədir və gah da bölüşdürmə bağlayıcısından istifadə olunubdur. Cavabımız D variantıdır. O qapının zəngini eşitdi. Eşitdi kim o? Amma ayağa qalxmaq istəmədi. Ayağa qalxmaq istəmədi. Yenə kim o? İki xəbərimiz bir mübtədadan bağlıdır. Sadə cümlədir. 9-cu sual. Tabesiz mürəkkəb cümlələrin birində hadisələr eyni zamanda baş verir. Külək gücləndi, dalğalar sahilə hücum çəkdi. Bu nədir? Külək gücləndi, dalğalar sahilə hücum çəkdi. Səbəb nəticədir. Cəmaət əl çalır, iki gənc həvəslə oynayırdı. Bax, burada nədir? Eyni zamanda baş verir. Əslində, bu demək, məna əlaqələri düşmür. Sadəcə olaraq, demək, şagirdlər mürəkkəb cümləni daha yaxşı öyrənsin deyə bu məqamlara da toxunuruq. 10-cu sual. Futbolçuların hamısı məşğul idi. Baxın, arada nöqtəli vergül var. Demək, burada biri digərləri tərəfindən aydınlaşdırılır. Cavabımız olmalıdır Y variantı. 11-ci sual. Bağlayıcılı tabesiz mürəkkəb cümlə hansıdır? Yaz gəlir, nə yaz? Torpağı isidir, isidir yaz. Burada və bağlayıcısından istifadə olunubdur, amma cümləni yox, həmcins üzvləri bağlayıbdır. Yəni, A variantındakı cümlə sadə cümlədir. Gələnlərin ardı arası kəsilmədi. Kəsilmədi, nə? Gələnlərin ardı arası. Səsküy evi bürüdü. Bürüdü, nə? Səsküy. Demək, mürəkkəb cümlədir, tabesiz mürəkkəb cümlədir, amma bağlayıcıdan istifadə olunmuyubdur. Dostları da gəldilər, ancaq nədənsə onları qarşılayan olmadı. Gəldilər, kim dostları? Nədənsə onları qarşılayan olmadı, onları qarşılayan olmadı. Burada demək, iki cümlədən ibarətdir. Dostları da gəldilər. Bu cümlə bir də nədənsə onları qarşılayan olmadı. İkinci cümləmizin mübtədası yoxdur. Amma bu demək deyil ki, ikinci cümlənin xəbəri dostları sözündən əlaqəlidir. Xeyr. Yəni, ikinci cümlə şəxssiz cümlədir. Ona görə mübtədası yoxdur. C variantındakı cümlə demək tabesiz mürəkkəb cümlədir və arada ancaq tabesiz bağlayıcısından istifadə olunubdur. Cavabımız C variantıdır. Bu üsul ilə nə qədər şar satmışam, özüm hesabımı itirmişəm. Satmışam, özüm hesabımı itirmişəm. Demək, bu əslində tabeli mürəkkəb cümlədir. Baxın, bu üsul ilə nə qədər şar satmışamsa, sasə artıra bilirik. Bu tabeli mürəkkəb cümlədir. Kitab mənimdir, əlbəttə ki, vermirəm. Mənimdir, nə? Kitab. Vermirəm, kim? Mən. Elə bil, kitab mənimdir bir cümlə, vermirəm bir cümlə. Çünki vermirəm xəbəri kitab mübtədasından əlaqəli deyil. Mübtədası buraxılıbdır. Demək, bu cümlə mürəkkəb cümlədir, amma bağlayıcısız mürəkkəb cümlədir. Cavabımız C variantı olur. 12. Tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini bağlayan vasitələr kimi verilə bilməz. Baxın, burada madam ki, bir halda ki, tabellik bağlayıcılardır. Ona görə də cavabımız olur C variantı. 13. Bağlayıcı ilə bağlanan tabesiz mürəkkəb cümləni müəyyən edin. Bağlayıcıda. Onun sözlərində nə bir məntiq var idi, nə məntiq.
nə də fikirləri insanların xoşuna gəlirdi. Xoşuna gəlirdi. Nə fikirləri? Demək, vergülə qədər bir cümlə, vergüldən sonra bir cümlə mürəkkəb cümlədir və nə də bağlayıcısından istifadə olunub. Ona görə cavabımız A variantıdır. Açılır nə səhər, aləm nura qərq olur. Qərq olur nə aləm. Mürəkkəb cümlədir, amma bağlayıcıdan istifadə olunmayıb. Ana həm qonaqlara tez-tez çay verir, kim ana? Həm də nigaran qapıya baxırdı. Verirdi, baxırdı ana. İki xəbərimiz bir mübtədadan bağlıdır. Bu nədir? Bu sadə cümlədir. Bağlayıcıdan istifadə olunsa da sadə cümlədir. O nə danışır, kim o? Nə də deyilənlərə qulaq asırdı, kim o? Danışır və qulaq asırdı xəbərlər ikisi də o mübtədasından bağlıdır. Demək ki, bu da sadə cümlədir. Ətraf sakitlik idi. Necə idi? Sakitlik idi. Hara ətraf? Bu sükutu yalnız suyun şırıltısı pozurdu. Pozurdu. Nə pozurdu? Suyun şırıltısı. Demək, mürəkkəb cümlədir, amma burada bağlayıcıdan istifadə olunmuyor. Cavabımız oldu A variantı. 14. Bağlayıcısız, tabesiz mürəkkəb cümləni müəyyən edin. Hər tərəfdə bir dəyişiklik duyulurdu. Nə duyulurdu? Dəyişiklik. Və bu mənzərə onu çox fərəhləndirirdi. Nə mənzərə? Bizdən bağlayıcısız istəyir. Bu cümlə iki tərkib hissədən ibarətdir, mürəkkəbdir və bağlayıcısından da istifadə olunubdur. Arvad 5 atlanı əlimizdən aldı. Aldı, kim? Arvad. Patronu lüləyə qoydu yenə arvad. Səhvləmirəmsə təkrar sualdır, bayaq da var idi. Elə bu zaman tüfəng açıldı. Açıldı nə? Tüfəng. Demək, vəyə qədər bir cümlə, vədən sonra bir cümlə, tabesiz mürəkkəb cümlədir və arada da və bağlayıcısından istifadə olunubdur. O qəfildən başını qaldırdı. Kim o? Bu vaxt hamının təəccüblə ona baxdığını sezdi. Kim o? Bu cümlə mürəkkəb yox, sadə cümlədir. İki xəbər bir mübtədadan bağlıdır. Nə Şamxal atasının üzünə ağ olmuş, nə etmiş atasının üzünə ağ olmuş, kim Şamxal? Nə də atası ona güldən ağır söz demişdi. Demişdi, kim atası? Mürəkkəb cümlədir, nə də bağlayıcısından istifadə olunub. Firuz çox narahat idi. Narahat idi, kim Firuz? Bu elə ilk baxışdan hiss olunurdu. Hiss olunurdu, nə? Bu. Vergülə qədər bir cümlə, vergüldən sonra bir cümlə. Bu demək nədir? Mürəkkəb cümlədir, tabesiz mürəkkəb cümlədir və bağlayıcıdan da istifadə olunmuyubdur. Cavabımız E variantıdır. 15. Otaq çox isti idi. Baxın, burada yenə arada qoşa nöqtədən istifadə olunubdur. Demək, biri digərini aydınlaşdırır. Cavabımız B variantıdır. 16. Bağlayıcı ilə bağlanmış tabesiz mürəkkəb cümləni müəyyən edin. Bu yerlərdə böyüyə də, kiçiyə də hörmət var idi. Var idi, nə hörmət? Bu cümlə mürəkkəb cümlə deyil, sadə cümlədir. Biz onu nə evdə, nə də iş yerində tapa bildik. Tapa bildik, kim biz? Bunda bir qrammatik əsası var, sadə cümlədir. Mən də teatra getmək istəyirdim. Getmək istəyirdim, kim mən? Amma özümə gələ bilmirdim, kim mən? Bağlayıcı var, amma cümlə sadə cümlədir. İki xəbər bir mübtədadan bağlıdır. Uşaq fikrimi dağıtdı, uşaq. Paltarım alt üst oldu. Alt üst oldu, nə paltarım? Mürəkkəb cümlədə, amma bağlayıcıdan istifadə olunmayıb. Nə o bunu dindirir, kim o? Nə də bu onu danışdırırdı, kim bu? Mürəkkəb cümlədir, arada da nə də bağlayıcısından istifadə olunubdur. Cavabımız olur Y variantı. 17. Bağlayıcı ilə bağlanmış tabesiz mürəkkəb cümləni müəyyən edin. Nə lazım olduğunu bilirdim mən. Amma açıq deməkdən çəkinirdim mən. Bağlayıcıdan istifadə olunubdur, amma bu cümlə sadə cümlədir. Çünki çəkinirdim, bilirdim sözlərini mübtəda artırsaq bir dənə mən mübtədasını artırırıq. Nə bir tikə çörək yemişdim mən. Nə də su içmişdim mən. Yenə bağlayıcıdan istifadə olunubdur, amma ikisinə də mübtəda bərpa eləsək, mən mübtədasını bərpa eləyərik. Bundan sonra həm kəndlilər sudan korluq çəkməyəcəklər. Kim kəndlilər? Həm də bitkilər qurumayacaq. Nə bitkilər? Demək, iki tərkib hissədən ibarətdir. Demək ki, mürəkkəb cümlədir və
həm də bağlayıcısından istifadə olunubdur. Cavabımız C variantıdır. Çoxdan axtardığı kitabı da, dəftəri də bu otaqdakı dolabdan tapdı. Tapdı. Kim o? Cümlə sadə cümlədir. Birdən-birə anasını görəndə uşaq kövrəldi. Kövrəldi kim uşaq? Hətta ağladı. Ağladı kim uşaq? Bağlayıcıdan istifadə olunubdur, amma sadə cümlədir. 18-ci sual. Hadisələrin ardıcıl baş verdiyi bağlayıcısız, tabisiz mürəkkəb cümləni müəyyən edin. Demək, həm də bağlayıcısız olmalıdır. Günlər keçir, keçir nə günlər? Cavanşirdən xəbər gəlmirdi. Baxın, burada amma bağlayıcısından istifadə olunub. Bu getdi. Günəş buludların arxasından boylandı. Boylandı nə günəş və otların yarpaqlarının üzərindəki yağış damcılarını inci kimi parıldatdı. Parıldatdı yenə nə günəş? İki xəbər bir mübtədadan bağlıdır. Bu sadə cümlədir. Çiçəklərin və otların ətri qarışmışdı bir-birinə. Bir-birinə qarışmışdı. Nə? Çiçəklərin, otların ətri. Çeşmələrin səsi qarışmışdı quşların səsinə. Nə etmişdi? Qarışmışdı. Nə? Çeşmələrin səsi. Demək, burada ardıcıl deyir, amma C variantında mürəkkəb cümlə olsa da bu eyni zamanda olandır. Ona görə bunu götürmürük. Dirsəxan yayını əlinə aldı. Aldı. Kim Dirsəxan? Üzəngiyə qalxıb onu möhkəm çəkdi. Çəkdi. Yenə Dirsəxan. Ox havada fırlandı. Fırlandı nə? Ox. Demək, ardıcıl baş verir D variantında və bağlayıcıdan da istifadə olunmuyor. Cavabımız D variantıdır. Oğul, sözlərimə yaxşı qulaq as. Qulaq as. Ata nəsihəti faydasız olmaz. Qulaq as, yəni sən qulaq as. Faydasız olmaz. Faydasız olmaz nə? Ata nəsihəti. Bu da nədir? Eyni zamanda baş verir. Cavabımız D variantıdır. 19-cu sual. Tabisiz mürəkkəb cümlənin birində tərkib hissələri arasında fikirlər qarşılaşdırılır. Rəhilə birinci dəfə çıxış etməsinə baxmayaraq, baxın, burada baxmayaraq var. Bu demək ki, sadə cümlədir. Mürəkkəb cümlənin sadə cümləyə çevrilmiş formasıdır. Rəhilə birinci dəfə çıxış edirdi. Demək, çıxış edirdi. Kim Rəhilə? Amma heç həyəcan keçirənə oxşamırdı. Demək, həyəcan keçirənə oxşamırdı. Kim yenə Rəhilə? Baxın, amma bağlayıcısından, qarşılaşdırma bağlayıcısından istifadə olunubdur, amma cümlə sadə cümlədir. Çünki xəbərlər bir mübtədadan bağlıdır. C variantında baxın, sasə üstə gələk dadə var. Yəni şərt şəkli üstə gələk də ədatı. Bu formalı cümlə görsək, bilək ki, bu tabeli mürəkkəb cümlədir. Rəhilə birinci dəfə çıxış edirdi. Kim Rəhilə? Amma o heç həyəcan keçirənə oxşamırdı. Kim o? Tabisiz mürəkkəb cümlədir. Birdən fikirləşərsiniz ki, ikisi də bəs Rəhilədən bağlıdır. Bəli, əslində ikisi də Rəhilədən bağlıdır. Amma ikinci cümləmizin o mübtədası var. Ona görə biz buna mürəkkəb cümlə deməliyik. Və arada da amma qarşılaşdırma bağlayıcısı var. Ona görə cavabımız D variantıdır. Y variantında da hərçənd bağlayıcısı var. Hərçənd tabellik bağlayıcısıdır. Tabellik bağlayıcısı da tabeli mürəkkəb cümlənin tərkib hissələri arasında işlənilir. 20-ci sual. Kənddə axşamüstü at kişnərtisi, mal-qara səsi ətrafa yayılır. Hər evin qapısından samovar tüstülənir. Burada hadisələr eyni zamanda baş verir. Cavabımız B variantı olmalıdır. 21-ci sual. Tabesiz mürəkkəb cümlələrin birində fikirlər qarşılaşdırılır. Amma Günay bu bayramı səbirsizliklə gözləyirdi. Gözləyirdi kim Günay? Bu cümlə sadə cümlədir. Bir qrammatik əsasdan ibarətdir. Əsmər xala səssiz, səmirsiz qızının üzünə baxır. Baxır kim Əsmər xala? Amma qızın nə danışdığını eşitmirdi. Kim Əsmər xala? Yenə sadə cümlədir. İki xəbərimiz bir mübtədadan bağlıdır. C variantında hərçənd bağlayıcısı var. Hərçənd varsa demək o cümlə, yəni tabellik bağlayıcısıdır. Ona görə tabeli mürəkkəb cümlədir. Adamların gediş-gəlişi kəsilmiş. Nə? Adamların gediş-gəlişi. Ətrafa bir sakitlik çökmüşdü. Çökmüşdü. Nə? Sakitlik. Burada fikirlər qarşılaşdırılmır. Tüstü Gülzarın gözlərini acıdırdı. Acıdırdı nə tüstü? Ancaq o buna əhəmiyyət vermirdi. Əhəmiyyət vermirdi. Kim o? Burada hadisələr neynənilir?
qarşılaşdırılır. Bax, qarşılaşdırma bağlayıcısından da istifadə olunubdur. Cavabımız olur Y variantı. 22-ci sual. Tabesiz mürəkkəb cümlələrin birində bir fikir digəri ilə qarşılaşdırılır. Qızıl gül ləçəyinə oxşayan yanaqları solmuş. Nə etmiş? Solmuş. Nə solmuş? Yanaqları. Ancaq qara, iri gözlərinin işıltısı sönməmişdi. Sönməmişdi. Nə? Gözlərinin işıltısı. İki tərkib hissədən ibarətdir və arada da ancaq bağlayıcısından istifadə olunubdur. Demək ki, tabesiz mürəkkəb cümlənin fikirlər qarşılaşdırılır. Cavabımız A variantıdır. Xeyli zəng etdim, yəni mən. Amma düşə bilmədim mən. Bu sadə cümlədir, mürəkkəb cümlə deyil. Hərçənd var, hərçənd tabelik bağlayıcısı deyə bu tabeli mürəkkəb cümlədir. Əvvəl qumlu sahil göründü, nə? Sahil, sonra dalğalanan mavi dəniz. Yəni sonra dalğalanan mavi dəniz göründü. Bu ardıcıldır. Nəmnüm etmə, yəni sən nəmnüm etmə, ya hə söylə, ya yox. Bu da demək eyni zamanda baş vermiş olur. Cavabımız A variantıdır. Musiqi çalınır, nəğmə oxunur, rəqs edilirdi. Mürəkkəb cümləsinin tərkib hissələri arasında hadisələr burada eyni zamanda baş verir. Yəni eyni zamanda musiqi çalınır, eyni zamanda nəğmə oxunur, eyni zamanda rəqs edilirdi. Cavabımız C variantıdır. 24. Tabesiz mürəkkəb cümləni müəyyən edin. Körpə yerimək istəyir. Yerimək istəyir kim körpə? Amma hələ bacarmırdı. Bacarmırdı kim körpə? İki xəbərimiz bir mübtədadan bağlıdır. Bu sadə cümlədir. İkrama dərsdə daha çox kitab lazım olur. Lazım olur nə? Kitab. Mənə isə dəftər. Yəni lazım olur nə? Dəftər. Demək, burada lazım olur ixtisar olunubdur. Tabesiz mürəkkəb cümlədir. Elə cavabımız B variantıdır. Ona verilən ömür payını elə yaşayırdı ki tabelik bağlayıcısı var. Demək, tabeli mürəkkəb cümlədir. Dost qazansan, çətin gündə dayağın olar. Dost qazansan, sasə şərt şəklinin şəkilçisidir. Şərt şəklində olan feil varsa, o cümlə demək, tabeli mürəkkəb cümlədir. Atalar yaxşı deyib ki bağlayıcısını rahatlıqla artıra bilirsə, o da tabeli mürəkkəb cümlədir. Cavabımız B variantıdır. 25. Tabesiz mürəkkəb cümlələrin birində iki işdən birinin mümkünlüyü bildirilir. İki işdən birinin mümkünlüyü. Alim olmaq asandır, insan olmaq çətin. İki işdən birinin mümkünlüyü. Asandır, nə? Alim olmaq. Çətindir, nə? İnsan olmaq. Burada fikirlər qarşılaşdırılır. Bu yerlərdən karvan keçməz, nə? Karvan, uçmazdı, nə? Quş. Burada eyni zaman məzmunu var. Axşam günəş dağlar başından aşır, nə? Günəş. Gecə də öz çadırını qurmaq üçün tələsirdi, nə? Gecə. Burada da eyni zaman məzmunu var. Ya bu axşam qala fəth olunmalıdır, nə qala. Ya da buradan çıxıb getməliyik. Yəni getməliyik kim biz? Bax burada ya da bölüşdürmə bağlayıcısı var. İki işdən birinin mümkünlüyü bildirilmiş olur. O gah sağda, gah da yollara baxırdı. Baxırdı kim o? Bu sadə cümlədir. Bir qrammatik əsası var. 26-cı sual. Boran çöldə az qurd kimi uluyur, soyuq qılınc kimi kəsir, qar şiddətlə yağırdı. Burada eyni hadisələr, eyni zamanda baş verən hadisələr sadalanır. Cavabımız B variantıdır. 27-ci sual. Tərəfləri yalnız intonasiya ilə bağlanmış tabesiz mürəkkəb cümləni müəyyən edin. Allahyarın dodaqları astadan tərpənir. Nə edir? Tərpənir. Nə? Allahyarın dodaqları. Barmaqları tüfəngin tətiyində oynayırdı. Oynayırdı. Nə? Barmaqları. Baxın, burada da iş Allahyardan bağlıdır, amma mürəkkəb cümlədir. Çünki oynayırdı nə? Barmaqları, yəni onun barmaqları. Və arada heç bir bağlayıcıdan istifadə olunmayıbdır. Ona görə də cavabımız A variantıdır.
Əhməd cəftəni çəkib qapını araladı. Araladı kim? Əhməd. Qonağı qabağa salıb yol göstərdi. Yol göstərdi kim? Əhməd. Bu nədir? Sadə cümlədir, mürəkkəb cümlə deyil. Mən çalışaram, baxın, mən çalışaram ki, yenə rahatlıqla ki artıra bildik, bu tabeli mürəkkəb cümlədir. Həsən gələndə Arzu bir qədər sıxılsa da, sasə şəkilçisi, yəni şərt şəkilçisi, üstə gələk da ədatı tabeli mürəkkəb cümlədir. Yasəmən olanları çox yaxşı başa düşürdü. Başa düşürdü kim? Yasəmən. Anası isə qəbul etmək istəmirdi. Qəbul etmək istəmirdi kim? Anası. Tabesiz mürəkkəb cümlədir, amma burada bağlayıcıdan da istifadə olunub. Cavabımız oldu da variantı. 27-ci sual. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Daha doğrusu 28-ci suala baxırıq. Cədvəldəki uyğun fikirləri müəyyən edin. Bir ilə yaxın idi ki bağlayıcısı var. Demək bu tabeli mürəkkəb cümlədir. Oğlanın gözləri sevinclə parladı və o otaqdan çıxdı. Parladı oğlanın gözləri, çıxdı kim o? Tabesiz mürəkkəb cümlədir. Üçüncü tabelidir, çünki əgər tabellik bağlayıcısı var, demək o tabeli mürəkkəb cümlədir. Baxaq indi bizdən nə istəyir? Cümlələrdən yalnız birinə aid fikirdir. Komponentlər arasında tabesizlik əlaqəsi var. Bu demək hansına aiddir? Baxın, bu ikinci cümləyə aiddir. Digərləri tabelidir. Bəli. Ona görə biri götürürük. Bağlayıcı cümlənin tərkib hissələrini əlaqələndirmişdi. Bağlayıcı cümlənin tərkib hissələrini əlaqələndirmişdi. Burada baxın, birinciyə də aiddir ki, tabellik bağlayıcısı cümlənin tərkib hissələrini əlaqələndirib. İkinciyə də aiddir. Yəni yalnız birinə yox, ikisinə aid fikirdir. Ona görə 2-yi çıxırıq. Cümlələrin yalnız ikisinə aid fikirdir. Cümlə əsas və aslı komponentlərdən ibarətdir. Bu fikir birinci və üçüncü cümləyə aiddir. Yəni əsas və aslı komponentlər o deməkdir ki, həmin cümlə tabeli mürəkkəb cümlədir. 3-ü götürürük. Budaq cümlə baş cümlədən əvvəl işlənmişdir. Budaq cümlə baş cümlədən əvvəl. Bir ilə yaxın idi ki, nə bir ilə yaxın idi? Birinci cümlədə birinci baş cümlə gəlib, sonra budaq cümlə gəlib. İkinci cümlə tabesizdir. Üçüncüdə də əgərdən başlayırsa orada budaq, baş sıxım gəlir. Birincidə niyə birinci baş götürdük? Bir ilə yaxın idi ki. Adətən sualı baş cümlədən verə bilirik. Budaq cümlə baş cümlədən əvvəl işlənmişdir. Bu birinə aid fikir olmalıdır. İkisinə aid yox. Ona görə 4-ü çıxaq. Cümlələrin heç birinə aid olmayan fikirdir. Baş cümlə budaq cümlədən əvvəl işlənmişdir. Birinci cümləyə aiddir. Ədat cümlənin tərkib hissələrini əlaqələndirən vasitədir. Xeyr, burada heç birində ədat cümlənin tərkib hissələrini əlaqələndirməyib. Demək cavabımız olmalıdır C variantı. 29-cu sual. Uyğunluğu müəyyən edin. Tabesiz mürəkkəb cümlələrdə qrammatik əsasın sayı birdən artıq olur. Bəli, bu düzdür. Yəni ki, mürəkkəb cümlədə bir qrammatik əsas olsa, o sadə cümlə deməkdir. Tabesiz mürəkkəb cümlələrdə tərkib hissələr ümumi fikrin ifadəsində bərabər hüquqludur. Bəli, bərabər hüquqludur. Tabeldə biri əsas, digəri aslı olur. Təkrarlanan ya da, gah da, həm də bağlayıcıların birincisindən başqa digərlərindən əvvəl vergül qoyulur. Bu da doğru fikirdir. Tərəfləri iki işdən birinin mümkünlüyünü bildirən tabesiz mürəkkəb cümlənin tərkib hissələri intonasiya və ya yəni bağlayıcısı ilə bağlanır. İki işdən birinin mümkünlüyü, məsələn o ya da bağlayıcısından istifadə olunur. Demək bu yanlış fikirdir. Demək 3-ü doğru, biri yanlış. Cavabımız olur Y variantı. Bugünkü test izahımız bu qədər. Sağ olun, növbəti izahlarda görüşənədək.